Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Abituriyent 2025 efirdədir. Bugün də hər dəfə olduğu kimi müxtəlif sualları cavablandıracağıq. Mənim öz suallarım da olacaq təhsil mütəxəssislərinə. Həmçinin yığdığınız ballarla bağlı, seçəcəyiniz universitetlərlə bağlı bizə suallarınızı da göndərəcəksiniz. Bugün toxunacağımız məsələlərdən biri də ali təhsil müəssisələrində, ali məktəblərdə tələbələrin transfer məsələləri olacaq. Burada şərtlər nələrdir, nələri əsas bilməlisiniz? Bu barədə də söhbətimizi davam etdirəcəyik. Vaxt keçmədən studiyamızın qonaqlarını sizinlə tanış edeyim. İlkin Məhərrəmov və Kamil Talıbov. Hər ikinizi xoş gördük. Xoş gördük. Xoş gəlmişsiniz. Necəsiniz? Sağ olun. Siz necəsiniz? Təşəkkür edirəm. Yaxşıyam. Əziz dostlar, bu arada nəzərinizə çatdırım. Bizə suallarınızı ekranın sağ küncündə gördüyünüz WhatsApp nömrəsindən yazıb göndərə bilərsiniz. Çalışacağıq ki, bir çox suallarınızı cavablandıraq. Amma söhbətimiz bəzən elə şirin olur ki, suallarınız və elə vacib olur daha doğrusu. Suallarınıza çox vaxt ayıra bilmirik. Amma bugün də çalışacağıq ki, maksimum sizin fikirlərinizi də ekspertlərimizə çatdıraq, həmçinin suallarınızı. Bayaq söylədiyim kimi, əsas mövzumuzu bir neçə dəqiqədən sonra səsləndirəcəm. Amma birinci sual belə vermək istəyirəm ki, bu qiyabi ixtisaslarla bağlı özəl universitetlərdə ixtisaslarda ödənişsiz təhsil almaq mümkündürmü? Qiyabi ixtisasda. Gülnar xanım, çox sağ olun, təşəkkür edirik. İndi maşallah elə bir dönəmdir ki, bu dəqiqə hər yerdə imtahanlar dönəmidir. İmtahanlar dövrü başlayıb. Yəni bütün istiqamətlərdə Azərbaycan təsirində, Azərbaycanda bu dəqiqə imtahan dönəmi gedir. Universitetlərdə imtahan, abituriyentlərin imtahanı, müəllimlərin imtahanı, müəllimlərin hara bu dəqiqə hara baxsaz hamı imtahan verir. Biz də imtahan veririk hətta bu dəqiqə. Elə dəqiqədir. Hər bir ailədə bu dəqiqə ən az bir dənə imtahan verən var. Ona görə mən hamıya uğurlar arzulayıram. Həqiqətən bu isti günlərdə, yayın bu istisində hamıya zehin açıqlığı arzu edirəm. Əslində Gülnar xanım, yəni qeyd etdiyiniz məsələ çox ciddi məsələ. Çünki kifayət qədər bu dəqiqə bizim valideynlərdə də, abituriyentlərin özündə də belə bir bilgi var ki, belə bir məlumat var ki, daha doğrusu yanlış məlumat var ki, məsələn, özəl universitetlərdə dövlət sifarişli təhsil almaq olmaz. Özəl universitet elə başa düşülür ki, yəni ancaq və ancaq pullu oxumaq olar. Ya da məsələn, qiyabi təhsil yalnız pullu ola bilər. Adı üstündə də özəl universitet. Amma yox, yəni əslində bu dəqiqəki vəziyyətdə, yəni istənilən bir özəl universitetdə, istənilən bir ixtisas üzrə, istənilən bir təhsil forması üzrə, yəni bu əyani də ola bilər, qiyabi də ola bilər, istənilən bir adam, istənilən bir abituriyent də, istənilən bir magistratura oxuyan bir şəxs də dövlət sifarişli təhsil ala bilər. Çünki burada necə tənzimlənir bu məsələ? Yəni dövlət sifarişli yerlər universitetlərə ya da ki, məsəl üçün təhsil formasına görə ayrılmır. Dövlət sifarişli yerlər ixtisasa görə ayrılır. Sırf olaraq ixtisasa verilir. Məsələn, maliyyə ixtisasına, məsəl üçün deyirəm, yəni 160 yer dövlət sifarişi verilir. Yəni bu nə deməkdir? Dövlət deyir ki, maliyyə ixtisasına qəbul olan ən yüksək bal yığan 160 nəfərin, belə deyim də, pulunu mən verirəm. İndi o 160 nəfər istəyər gedər qiyabi oxuyar, istəyər gedər özəldə oxuyar, istəyər gedər bölgə universitetində oxuyar, ya da istəyər Bakıdakı universitetdə. Harada oxuyur, oxusun. Belə bir şərait yaradılır. Bəli, əgər bu adamın, yəni bu şəxsin balı dövlət sifarişinə qəbul olmaq üçün imkan verirsə, yəni maliyyə gedən o adamın balı ilk 160 nəfərin içində varsa, o adam dövlət sifarişindən oxuyacaq. Harada oxumağından, hansı universitetdə oxumağından, hansı təhsil formasında oxumağından asılı olmayaraq. Yəni ki, yekunlaşdırsaq, qiyabi təhsildə də, özəl universitetdə də dövlət sifarişli təhsil almaq mümkündür. Yəni o ayrıca universitetə ya da təhsil formasına verilir. Bu həmçinin qiyabi ixtisaslara da aiddir. Bəli. Hətta əlavə olaraq müəllimin sözünə qüvvət, tam hər şey ətraflı şəkildə mən də bir şey deyim ki, 2025-ci ilin indi balları deyə bir jurnal çıxıb, hansı ki, valideynlər o jurnalı səhv başa düşürlər. O jurnal əslində 2024-ün keçid ballarıdır. Yəni günümüzdə olan bu dəqiqə. Təzə çıxıb o jurnal? Bəli, yaxın aylarda çıxıb. Bəli, bir ay falan. Çünki elə sözünüzü kəsirəm, şahtlıqlarda belə deyək. Demək istəyirəm ki, mənə də bir neçə gün bundan öncə bilirlər ki, bu verilişdə sizinlə çox sıx əməkdaşlıq eləyirəm. Mənə də sual verirlər ki, bəs filan universitetin balları artıq açıqlanıb, filan universitetin balları çoxalıb. Mən özüm də belə məətəl qaldım ki, mümkün deyil axı bu. Bu ilin keçid balı deyə bir şey çıxa bilməz. Çünki bu ilin keçid balını bu il imtahan vermiş tələbələr müəyyənləşdirirlər. O ballar son ildə həmin ixtisaslara keçid ballarını göstərir. Əslində jurnalın üstünə 2025 yazılır, amma aşağıda qeydləri oxusaq görərək ki, yazıb 2024-cü ilin keçid balları. Və o ballar 2024-dür. Bu çaşdırır axı. Yox, onu əslində düzgün jurnalın üstünə oxuyanda görə bilirsən ki, ora 2024 yazıb. Həm də
bir ixtisasın keçid balını müəyyənləşdirmək axı mümkün olmaz. Gərək o tələbələr imtahan versinlər, bal Qutarsın, yığsınlar. bəli. Bir ixtisasa məsələn hüquqa 120 nəfər götürülürsə hansısa bir universitetdə, o 120-ci ilin keçid balı həmin il üçün keçid balı olaraq formalaşırdı. Bəli. Və burada müəllimin sözünə qüvvət. Bəzən qiyabi təhsillərdə valideynlər niyə başa düşürlər ki, elə başa düşürlər ki, dövlət sifarişi oxuya bilməz? Çünki açırlar köhnə ilin bal jurnalını qoyurlar qabağına, baxırlar ki, məsəl üçün atıram da hər hansısa bir ixtisas götürək, elə jurnalistika ixtisasını götürək. Baxır ki, qiyabinin qarşısında pulsuz yoxdur, onu çıx qoyur. Yəni çox vaxt valideyn elə bilir ki, qiyabi təhsildə olan bu ixtisasın pulsuzu yoxdur. Yəni keçən il də biz bunu dəfələrlə eləmişik. Valideynə başlayırıq ki, keçən il yüksək balla buranı yazan olmayıb. Məsələn, sənin balın 400 baldırsa, sən atıram məsələn jurnalistikasının qiyabisini istəyirsənsə, əyani balını keçmisənsə, sən ora 100% qəbul olacaqsan. Yəni bəzən o qiyabi boş görsən, amma tələbə onu yazmır deyə boş görsən. Əslində yazdığı anda oran qiyabi balını formalaşdırmış olur. Yəni belə bir situasiya da var. O jurnal biraz aldadıcıdır. Bəzi qiyabi ixtisasların qarşısında çıx var. O demək deyil ki, bura qiyabi pulsuz qəbul ola bilməz. Ola bilər. Sadəcə bir il bundan əvvəl yüksək ballı hər hansısa bir tələbə oranı yazmayıb deyə keçən il onun qiyabi balı formalaşmayıb. Ona görə o da çıx yazılıb. Bəli, ona görə çıx yazılıb. Bütün bunları bilmək üçün məncə təhsil eksperti olmaq lazımdır. Çünki həqiqətən də yəni çıx görəndə adam başa düşür ki, yoxdur da əlbəttə qabağına çıx yazılıb. Yəni onu biraz tam şəkildə müəllim ətraflı şəkildə izah elədi. İndi valideynlər başa düşdülərsə indi nə gözəl. Yəni istənilən bir ixtisası müəllimi dediyi kimi dövlət sifarişi var. Bunun fərqi yoxdur. İstəyir əyani, qiyabi, özəl, dövlət, universitet və təhsil formasının heç bir fərqi yoxdur. İstənilən bir ixtisasın, istənilən bir təhsil formasında dövlət sifarişinə təhsil almaq imkanı var. Sadəcə olaraq bunu yazıb formalaşdırmaq lazımdır. Məsələn, özəl universitetdə atıram, hər hansısa bir universitetdə informasiya təhlükəsizliyinin qabağına pulsuna çıx qoyubsa, o demək deyil ki, ora qəbul olunmaz. Əgər 300 bal yığıbsa o abituriyent, böyük ehtimalla oranı məsələn Qərbi Kasp Universiteti informasiya təhlükəsizliyinə pulsuz qəbul olacaq. Sadəcə onu yazmaq lazımdır, cəhd göstərmək lazımdır ki, onu formalaşdırasan. Aydındır. Bu belə dedik, kiçik nüansı da qeyd etməyiniz yerinə düşdü ki, həmin o jurnalı alıb baxan valideynlər, abituriyentlər bunu bilsinlər. Çünki çox çaşdıra bilər adamı. Burada Gülnar xanım, yəni Kamil müəllim də dediyi kimi, yəni bu çox incə bir detallardır. Bəli, çox incə detallardır. Amma valideynlər də, uşaqlar da bir dənə bunu bilsinlər ki, istənilən bir yerdə oxumaq üçün bir dənə meyar var. O da baldır. Yəni qalan şey orada rol oynamır. Bal imkan verirsə, hər yerdə pulsuz oxumaq olar, yəni qiyabi də, əyani də, özəl də, dövlət də. Mən qısaca bir suala da toxunum. Məsəl üçün, bu ilki hələ ikinci cəhd imtahanlarından sonra açıqlanacaq da ballar, keçid balları daha doğrusu. Hansısa bir düşüncələr, bir təqribi rəqəmlər varmı? Yoxsa bunlar hamısı kimisə təxəyyül məhsuludur? Keçid balı, onunla bağlı dəqiq bir şey demək olmaz. Heç bir şey demək olmaz. Bir proqnoz verə bilərik. Yəni tam dəqiq şəkildə yox, proqnoz verə bilərik. Buraxılış imtahanındakı əlimizdəki nəticələrə əsasən, blok imtahanlarının keçirilmə səviyyəsinə əsasən sadəcə proqnoz verə bilərik. Bunu niyə soruşuram? Çünki bir çox narahat olan valideynlər var və mənimlə əlaqə saxlayırlar. Mən onlara heç bir şey deyə bilmirəm ki, bu mümkün deyil, bilmək bu balı. Bəli, səbirli olmaq lazımdır. Böyük ehtimalla iyul ayının sonuna qədər artıq hər şey bəlli olacaq. Əslində siz ən düzünü eləyirsiniz. Yəni nəsə demək belə bu dəqiqə doğru deyil. Düzgün deyil. Amma məsələn ən azından Kamil müəllim dediyi kimi, ən azından ikinci imtahanları gözləmək lazımdır. O imtahan səviyyəsini görmək lazımdır. Yəni oradan bəlkə müəyyən qədər yenə nəsə demək olur. Yəni bu məsələni dəqiq bilək ki, heç bir təxəyyül məhsulu işləmir hələ ki. Aydındır. Burada hər şey riyazidir. Yəni riyaziyyata söykənir. Belə dinləyicilərimizin tarix eşitməsi. Tamaşaçılarımızın suallarına keçid alaq. İkinci qrup 478 balı var. UNEQ-də logistika sahəsi yoxsa iqtisadiyyat və mühasibatlığı məsləhət görərsiniz. Bir də zəhmət olmasa sabah qrupları haqqında kiçik məlumat mümkünsə. Ümumiyyətlə mən 478 balı varsa, valla mühasibatlıq, iqtisadiyyat, logistika müqayisəsini aparırsa, yəni açıqcası mən mühasibatlığı çox tövsiyə eləmirəm. Yəni birinci iqtisadiyyat, sonra logistika, beynəlxalq ticarət, logistika məsləhət görərdim. Sabah qrupları, yəni ixtisaslardan asılı olaraq bütün universitetlərdə, yəni hər bir universitetin əsas istiqamətinə uyğun olaraq sabah qrupları formalaşdırılır. Sabah qrupu birinci kursun sonunda, yəni may ayında Təhsil Nazirliyi tərəfindən imtahan keçirilir. İmtahan ancaq və ancaq məntiq və xarici dil fənlərindən olur. Hərəsindən 25 sual olur. Cəmi 50 sual üzərindən imtahan olur. İmtahanda uğurlu nəticə göstərənlər sonra müsahibəyə dəvət olunurlar. Müsahibədə də yaxşı, yəni belə deyim, özünü göstərənlər sabah qrupuna qəbul olunurlar və orada oxuyurlar. Birinci qrup RK 306,2 balla Azərbaycan AMİU İnşaat Memarlıq Universiteti pulsuz memar və ya inşaat mühəndisliyi ixtisasına düşə bilərmi? 300 bal məncə kifayət eləyər, kifayət qədər yaxşıdır. Blok imtahanından 100-ü keçibsə qəbul ola bilər. Ən pis halda heç olmasa şəhər salmanı da yoxlaya bilər. O da müəyyən qədər
belə deyim, inşaat mühəndisliyi kimi bir ixtisasla şahid Həm də aktualdır. Bəli. Yaxşı ixtisaslar. Yaxşı ixtisaslar, şəhərsalma yaxşıdır. Yəni magistrda da yaxşı davamı Çıxışları var, var, yaxşı bəli. çıxışları var. Belə bir sual gəlib. Bir yüksək balı olan ixtisas üçün ayrılmış 60 plan yerindən 59 seçilibsə, qalan bir yer nəticəsi orta olan abituriyent seçibsə, həmin ixtisasa düşə bilərmi? Əgər onu 60-cı bir tələbə seçməyibsə, bu baş verə bilər. Yəni illərlə biz bunu müşahidə eləmişik. Bəzən ixtisas seçimi zamanı ballar kəskin şəkildə düşür və bu kəskin düşümləri də valideyn və müəllim görə bilmir statistika jurnalına əsasən. Onu analiz eləmirsə əgər görmür. Hansısa bir belə deyək də tələbə statistika jurnalını başqa bir adamla gedib eləyibsə və doğru şəkildə analiz aparıbsa, ola bilər ki, hər hansısa bir 600-lük ixtisası abituriyentimizin soruşduğu kimi 59 nəfər yazıb. Məsələn, onların 59-cunun kesit balı 550 olub, amma 60-cı adam yazmayıb deyə 330 balla bir adam oranı tuta bilər, amma çox aşağı bir ehtimaldır. Yəni belə bir ehtimal var, çünki o 60 plan yer dolmalıdır. Hətta 201 belə yazsa o qəbul ola bilər. Bəzən boş qaldığını belə görürük. Məsələn, 59 yerin bəlkə də 59 nəfər 450 yığıb, amma 60-cı olmayıb və oranın kesit balını 200 olaraq jurnalda göstərir. O da bir çaşdırıcı məqamdır və tələbə elə bilir ki, 200 bal yığsaydı o qəbul olardı. Orada bir problem var. Yəni o da biraz çaşdırıcı məqamdır valideynlər üçün, həm də abituriyentlər üçün. 404 balla RK üzrə qadın üçün hansı ixtisası və hansı universiteti məsləhət görürsünüz? Qısa. Mən açıqcası məsələn İqtisad Universiteti qida mühəndisliyi məsləhət görərdim ya da Admusuda kimya mühəndisliyi məsləhət görərdim. Düzdür, Pedaqojidə müəllimlik də olar. Pedaqojidə yəni hə, düzdür. Yəni bilmirəm indi o müəllimlik məsələsi biraz fizika məsələn məncə. Şeydə, amma fizika yazıbsa, spesifik fəndir də müəllim, gələ fizikanı bilsin. 20 fizika yazıbsa məncə. Mən ay sor. 20 yazıbsa olar. 20 yazıbsa olar. Ya da məsələn riyaziyyatı yaxşıdırsa riyaziyyat müəllimliyi də olar. Riyaziyyat nə bilim belə biraz o müəllimlik məsələsi biraz təhlükəlidir. Mən Kamil dediyi kimi o texniki fənləri çox qorxuram deməyə. Çünki məsələn fizika müəllimi deyirsən, amma adam fizikanı 10 dənə yazır. Yəni bu adam üçün bir cinayətdir. Öyrənmir. Oxuyaq, öyrədə-öyrədə öyrənər o. Müəllim yaxşı dedi. Yəni 20 fizika yazıbsa olar. Bizdə çox vaxt belə olur. Müəllimlər özləri heç nə bilmirlər. Bu son imtahanların nəticələrindən də xəbəriniz oldu da. Yəni elə bilirlər ki, uşaqlara öyrədə-öyrədə öyrənəcəklər, amma heç bir baş vermir. Nə onlar öyrənir, nə də müəllimlər. Həmişə iki müəllimlə bizim bir sözümüz var. Yəni istənilən halda deyir ki, müəllimlikdə biraz aktyorluq olmalıdır. Bəli, çünki bir auditoriya qarşısındasan. Bəli, əlbəttə ki. Səhnədəsən. Nə olursa olsun, sinifdə bir auditoriya, bir səhnədir. Orada bir aktyorluq olmalıdır. İki müəllim həmişə deyir ki, aktyorluq müəyyən yerə qədərdir. Çox düz vurğulayır. Çünki aktyorluğun bitdiyi yerdə artıq bilik başlamalıdır. Olmayandan sonra dayanırsan. Heç yenə aktyorluq eləməz. Haraya qədər? O da yəni bir yerdə aktyorluq o işin içində %100 olmalıdır. Sırf yəni biliklə də müəllimlik olur. Onun hər ikisi paralel şəkildə aparılmalıdır. Pedaqoji bacarıqdır yəni. Müəllimin dediyi o danışıq qabiliyyəti, pedaqoji bacarıqdır. Bəli, auditoriyanı idarə etməkdir, diqqəti cəmləməkdir. Məsələn, o həqiqətən səhnədə də elə bir şey var ki, tamaşaçının diqqəti səndə olmalıdır. Yəni bu da həmin şeydir. Yəni diqqət səndə olmalıdır. Uşağın diqqəti elə eləməlisən ki, uşağın diqqəti yayınmasın. Bunlar pedaqoji bacarıqdır. Bu artıq mənim bildiyim məsələlərə keçir. Necə danışmaq lazımdır ki, fikir yayınmasın. İkinci qrupda beynəlxalq əlaqələr yoxdur. Bunun alternativi olaraq nə məsləhət görə bilərsiniz? Yəni ona alternativ niyə axtarırsınız ki? Yəni beynəlxalq əlaqələrdənsə ikinci qrupda kifayət qədər yaxşı ixtisaslar var. Elə iqtisadiyyatın özü, eyni zamanda maliyyə kimi ixtisaslar, logistika kimi ixtisaslar, biznes yönəlməsi kimi ixtisaslar. Hardan baxsaq beynəlxalq əlaqələrdən yaxşı ixtisasdır. Yəni həmin ixtisasları oxuya bilər həmin tələbə. Yəni təəssüflənməsin ki, niyə beynəlxalq münasibətlər yoxdur? Üçüncü qrupa keçir. Çox da bir şey itirməyib o ixtisasdan. Hidrometeorologiya yoxdur kimi bir şeydir. Yəni böyük bir şey itirməyib orada. Yəni demək istəyirsiniz ki, ixtisas artıq özü aktual deyil. Bəli. Üçüncü qrupda beynəlxalq kesit balı kifayət qədər aşağıda. Münasibətlər, yəni beynəlxalq məsələlər bizə o qədər də artıq lazım deyil. Artıq yəni spesifik deyil. Aydındır. Ali məktəblərdə tələbələrin transfer məsələlərinə toxunmaq istəyirəm. Bu barədə məlumat verməyinizi xahiş edəcəm və transfer şərtləri nələrdir və tələbələrin transfer olmaq istəməmələrinin əsas səbəbləri nədir və yaxud istəmələrin əsas səbəbləri nədir? Həmçinin burada müxtəlif universitetlər arasında, həmçinin bölgələr arasında, hətta xarici universitetlər arasında da məsələyə toxunmağınızı istəyərəm. Buyurun. Əslində transfer məsələsi biraz ciddi məsələdir. Burada çox yanlış anlaşılmalar var. Mən çox təşəkkür edirəm. Sualı da çox detallı qoydunuz həqiqətən. Yəni abituriyent birinci buna baxmaq lazımdır ki, yəni abituriyent niyə transfer olmaq istəyir? Yəni bunun səbəbi nədir? Və transfer məsələsində indi transferin şərtlərindən də
biz danışarıq, yəni transfer prosesi necə gedir, onlar öz yerində. Amma mənim üçün əsas burada, yəni vurğulamalı olduğum şeylərdən biri odur ki, yəni transfer çox yanlış anlaşılır və bəzən çox təəssüf ki, bir çox abituriyent, bir çox valideyn bu transfer məsələsindən biraz bəlkə belə fərqi deyəcəm, bəli, o valideynlərin məlumatsızlığından istifadə edib onları yanlış yönləndirirlər. Yəni o qədər uşaq olur ki, kimsə onu məsələn ixtisas seçimində deyir ki, sən bura düş ya da bura düşdün, bir il oxu sonra transfer eləyərsən. İndi elə deyil. Yəni transfer məsələsi birbaşa olaraq mərkəzləşdirilib. Təhsil Nazirliyinin transfer edu.az saytı vasitəsilə birbaşa mərkəzi sistem vasitəsilə, platforma vasitəsilə aparılır və transferin ən birinci meyarlarından biri abituriyentin balıdır. Əgər bir abituriyent bu il X ixtisasa qəbul ola bilmirsə, yəni balına görə qəbul, məsələn deyirəm, yəni abituriyentə bala görə kodlaşdırma eləyirlər, gedir axırda 15-ci bir yer yazırlar, abituriyent gedir düşür Gəncədəki hər hansısa bir ixtisasa. Amma bu adama deyirlər ki, sən sonra ev yox, bir il burada oxu, birinci kursdan sonra sən Bakıya transfer olarsan. Yəni bu mümkün deyil. Çünki bu abituriyent qəbul imtahanının qəbulda, yəni ixtisas seçimində balı çatmayıb, ora qəbul ola bilməyibsə, transferdə də olamayacaq. Çünki transferdə birinci meyar oradakı baldır. Yəni həmin özləri hansı bala baxır? Bəs niyə əgər bu qədər bu dediyiniz məsələ budursa, birinci belə deyək bəndi, bəs niyə bu arzuya düşürlər? Bəli, transfer niyə var? Yəni transferi Təhsil Nazirliyi niyə yaradıb? Transferin yaranmağının ən böyük məqsədlərindən biri səhv kodlaşdırma nəticəsində yanlış yerə düşən uşaqların transfer oluna bilmələridir. Məsələn, mən özüm onu yaşamışam. Yəni mən məsələn bir il bundan qabaq idi, bir tələbəmiz var idi, rayondan idi. Yəni uşağı elə kodlaşdırmışlar ki, yazıq gedib, yəni istəmədiyi bir peşəyə. Deyəsən, birinci imtahandan kəsilmişdi. Sonra boş qalan yerlərdə ikinci turda balı da yaxşı idi, 350 balı var idi birinci qrupdan. Bax indi bəlkə də bizi izləyir, abituriyentin adı yadımdan çıxdı. Yəni ikinci turda boş qalan yerlərdə biz onu Adnusuda tamam fərqli bir ixtisasa saldıq. Yəni mexatronika, robotexnikaya saldıq. Çünki boş yer ancaq orada qalmış. Ondan sonra bir il, yəni birinci kursun axırında Pedaqoji Universitetinin informatika müəllimliyinə transfer elədik. Yəni uşağın özü də onu istəyirdi. Yəni bu transfer bunun üçündür. Yəni bu səhv addımları düzəltmək üçün. Səhvləri aradan qaldırmaq üçündür əsas. Amma yoxsa sən yəni mən bura getdim, düşdüm. Köklü surətdə mümkün deyil. Yəni oradakı transferin bir çox şərtləri var. Orada məsəl üçün kəsirləri olmamalıdır. Yenə deyirəm, amma birinci şərt baldır. Əgər sən bir ixtisasa düşmək üçün ixtisas seçimində qəbul olduğun ildə balın ora çatmayıbsa, transferdə də ola bilməyəcəksən. Özdə maraqlısı budur ki, məsəl üçün yəni bu il tutaq ki, ballar düşdü, bu ixtisasın məsələn balı aşağı düşüb. Yəni keçən il girən uşaq o balla bu il bura düşə bilirsə, ona baxmır. Yəni qəbul olduğu il keçid balına baxır. Sən qəbul olduğun ildə keçid balı nədirsə, ona baxır. O balla səni transfer eləyir. Yəni ona görə burada mən valideynlərdən də xahiş edirəm, abituriyentlərdən də, müəllimlərdən də. Ya bu transfer məsələsi elə bir şey deyil. Elə hardan istədim, özlərini çox incitməsinlər deyirsiniz. Yəni bəli, aldatmasınlar. Yəni onunla təsəlli tapmasınlar. Həm də incinir adam. Yəni belə bir ümidi olur ki, övladı hansısa bir transfer olacaq, amma nəticədə heç bir şey yox. Elə ümumiyyətlə transferdə əsas məsələlərdən birini ilə müəllim vurğuladı. Birinci məsələ təbii ki, meyar olaraq baldır. Hansı ki 2024-cü ildə məsələn bir tələbə qəbul olubsa, Bakıda hansısa bir ixtisasa gəlirsə, o qəbul olduğu tələbənin o 2024-də yığdığı bal həmin ixtisasın keçid bal şərtini ödəməlidir. Bundan da əlavə, həmin semestr imtahanı ərzində tələbənin kəsirləri çox olmamalıdır. Müəyyən bir kəsir var, səhv eləmirəmsə 50% olaraq müəyyənləşdirilib. 50%-dən çox tələbənin kəsiri varsa, kredit borcu qalarsa artıq o tələbəni transfer etmək mümkün deyil. Bunu da yadda saxlasınlar və qətiyyən mənim şəxsən özüm 2-ci və 3-cü kursda oxuyan tələbələrin transferinə yaxşı baxmıram. Yəni çünki 2-ci kursda, 3-cü kursda ixtisas dəyişmək, transfer eləmək, eyni ixtisasa gəlirsə, hardasa mümkündürsə, okey, eləmək olar, amma fərqli bir ixtisasdan, məsəl üçün belə deyək də Gəncə Dövlət Universitetində kompüter mühəndisliyindən gəlir burada fizika müəlliminə deyək ki, nətər olubsa indi bir səhv kodlaşdırıb gedib düşüb ora fizika müəlliminə gəlməksə pedaqoji universitet eləməsin. Çünki orada kifayət qədər fərqli fənn meydana çıxır və o tələbə o universiteti zülmlə oxuyur. Kəsirlər kəsirin üstün olur, dəhşət çox kəsir olur. Yəni bunu nəzərə alsınlar. Transferi əgər baş tuta bilirsə, mən tövsiyə edirəm ki, yalnız birinci kursda eləsinlər. İkinci, üçüncü kursda nə qədər kurs qabağa getdikcə onların kəsirləri də çoxalır. Bəli, 20-yə yaxın kəsir formalaşır. Artıq onu ödəmək də gəlir universitet 5-6 ilə qutarır, hətta 6-7 ilə qutarılma ehtimalı belə olur. Bir də bir şey də vurğulayaq. Mən həmişə belə şeyləri daha çox qabartmaq istəyirəm ki, valideynlər bundan məlumatlı olsun. Bu transfer bazarından da
çox fərqli formada istifadə olunur. Yəni hər il biz bunu müşahidə edirik. Valideynlər gəlirlər, müraciət edirlər, deyirlər müəllim, məsəl üçün falan yerə transferi 5000, 10000 istəyirlər. Yəni belə bir şey yoxdur. Kiməsə gedib Yenə də pul məsələsinə gəldi. Yenə də dəllallar, yenə də bundan istifadə edirlər. Biz dəfələrlə görürük ki, müəllim bu transferi bizdən 2000 manat istəyiblər, 3000 manat istəyiblər. Deyirlər Halbuki bu pulla həll olunan bir şey deyil. Müəllim bayaq qeyd elədiyi kimi Yəni transfer.az saytından həyata keçirilir. Burada insan faktoru yoxdur. Sadəcə orada sənədlərin düzgün yerləşdirilməsi var. Onun üçün müəyyən qədər kiməsə nəsə zəhmət haqqı verə bilərsən, amma bu minlər, 2000-lər, 3000-lər deyil. Kimsə və çox gözəl bir həmin dəllalların bir kəlməsi var. Bunu deyib, əgər transfer baş tutmasa, o pulu qaytaracaq. Bu biz nə demək? Bu biz yox, qaytarırlar. Bu biz nə deməkdir? Transfer onsuz da qanuni bir şeydir. Yəni bu transfer onsuz da tutacaq. Başa düşdünüzmü? Yəni özünə bir ayaq yeri qoyur ki, tutsa desin, gördüm mən tapşırmışdım orada rektorantlıq, ona görə transfer oldu. Hələ də belə şeylərə inanan insanlarımız var. Əslində Kamil yəni yaxşı yerə toxundu. Əslində bu bilirsiniz nədən qaynaqlanır Günel xanım? Çünki bu əvvəllər belə olub. Belə olub, bəli. Yəni belə çıxmasın. Bir 15 il bundan qabaq bu belə idi. Əvvəllər neçə il bundan öncə idi. Yəni eramızdan əvvəl. Mən sizə açıq deyim. Mən Bakı Dövlət Universiteti Mexanika Riyaziyyat Fakültəsini oxumuşam. Yəni bizim həmişə o söz deyirəm, biz universitetə daxil olanda bizim patok deyirik də. Patokda 95 nəfər idi səhv eləmirəmsə, biz qutaranda bir 105-i keçmişdik. Keçirdilər o biri fakültələrə, bəli. Hardan gəldiyi də bilinmir. Mən dəqiq yadımdadır ki, bizim fakültəyə geologiya fakültəsindən yəni transfer olan var idi. Mexanika Riyaziyyat Fakültəsinə geologiyadan gəlmişlər. Yəni bu qeyri-adi bir şeydi, qeyri-adi bir transfer idi. Yəni bir şey soruşacağım. Elə öyrəşiblər, Günel xanım, elə görüblər, yazıqlar indi ona inanırlar. Amma hər şey yenilənib, hər şey avtomatlaşıb. Birbaşa sistem üzərindəndir, birbaşa. Bir şey soruşum, bəs xarici universitetlərə transfer mümkündürmü? O məsələni indi Kamil müəllim çox qısa istəyərdim. Çünki ola bilər xarici universitetlərə transfer deyə bir şey yoxdur. Amma xarici universitetlərdən Azərbaycana transfer məsələsi var və şəxsən mənə yəqin Kamil müəllimə də elədi. Ən çox müraciətlərdən biri odur. Bu kütlə də kimdir Günel xanım? O həmişə bizim danışdığımız atestatla qonşu dövlətlərə oxumağa gedənlər. Yəni məsələn əsas da başda qardaş Türkiyə dövləti gəlir. Türkiyə, Rusiya, Gürcüstan, yəni bu Ukrayna bunlar göndərirlər. Sonra hamı başlayır ki, birinci kursdan sonra Bakıya transfer edir və sizə bunu belə əminliklə deyirəm ki, transfer Təhsil Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılır. Tələbə birinci orada özünə şəxsi kabinet yaradır və orada girir öz şəxsi məlumatını, yəni identifikasiya kodunu yazır və orada özünə kabinet yaradır və o tələbə haqqında bütün məlumatlar ora gəlir. Əgər bir tələbə atestatla məsələn Türkiyəyə göndərilibsə, o tələbənin transferinə heç ümumiyyətlə baxılmır. Yəni o tələbə xarici universitetə qəbul olunmuş kimi sayılmır. Yəni ona görə deyirəm ki, yəni məsələn bizdən xaricə köçürmə məsələsi digər tərəfə, amma xaricdən o atestatla gedənlərin Azərbaycana köçürülməsi məsələsi. Yəni ümumiyyətlə müşküldür. Yəni heç baxmırlar. Yəni atestatla gedən atestatla yox, imtahan verib bal toplayıb, amma oranı ilə gedən varsa, məsəl üçün YÖS-lə gedən varsa, məsələn din balı ilə gedənlər varsa, bəli, onlara baxırlar, özləri köçürmələri də baş tutur. Yəni dövlət imtahan mərkəzindən balları var. Bəli, o sistemdə var ki, bu adam nə ilə gedib ora. Yəni ona baxırlar və o transferə də yəni rahatçılıqla icazə verilir. Hörmətli tamaşaçılar, suallarınızı yazıb göndərə bilərsiniz bizə WhatsApp-a, amma bir xeyli suallar yığılıb. Mən istəyirəm ki, bir neçə dəqiqəmizi məhz suallara ayıraq. İngilis dilindən 13,5, Azərbaycan dilindən 12,5, riyaziyyatdan 12,5 bal toplanıb. Ümumi olaraq 38,5 kollecə sənəd vermək olarmı və olar hansı kollecə? Məsləhət görmürsünüz, bilirəm. Yox, məsləhət görmürük, mümkün deyil. Yəni çünki dövlət dilindən en azından 20 bal limiti var, o limit keçirilir. Yəni məktəbdə oxusun. Bəli, peşə məktəbi. Yəni belə görünür ki, bu uşaq məsələn 1 il qalsa da yenə bir uğuru nəticə əldə eləmir. Ona görə peşə məktəbi. Bəli, indicən peşə məktəbinə görə. Müsabiqə buraxılma şansı yoxdur ümumiyyətlə. Yəni bəli, konkursa buraxılış balını keçməyib. Aydındır. 145,7 balla Quba Sumqayıt, bir də Bakı Tibb Kollecinin hansısa fakültəsinə düşə bilərəmi? Pullu, pulsuz fərqi yoxdur. Qəbul olar, rahatlıqla qəbul olar. Bakı 1-2 ixtisas çıxmaq şərti ilə Sumqayıta məsələn rahat qəbul olar, Qubaya da eyni zamanda. 296 balla. Baxın, mən çox maraqlıdır. Bu uşaqlar necə Azərbaycan dilindən veriblər imtahanı? Yazış səhvləri. Balla. Balla da. Hamısı balla yazır. Onlar tələsik yazırlar. Yox, o tələsik bir hərfi düşür, balla yazanda. Balla 6 hərfdir, balla 5 hərf. Yazı 5 hərfdir, daha qısa yaza bilər yəni. Bu nəsil şey nəsildir. Bax, onu yazan nəsil Z nəsil. Bəli, Z də deyil. Onlar alfadılar. Yox, mən başa düşürəm ki, uşaqlar hamısı qəbul olmaq istəyir, amma belə Azərbaycan dilindən imtahan veriblərsə. Onlar Ş hərfini W ilə yazanlardır. 296 ballı 3-cü qrupda hansı fakültədə düşə bilərəm? Deyərdi zəhmət olmasa pulsuz. 296 ilə 2-ci qrupda İbtidai müəllimliyə soruşur düşə bilər. Belə yazı ilə ibtidai
İbtidai sinif Yox, müəllimliyi. 3-cü qrupdur. Yox, mümkün pulsuzdan deyil. mümkün deyil. Ümumiyyətlə 296 ilə 3-cü qrupda pulsuza düşmək mümkün deyil. İbtidai sinif müəllimliyə qəbul olar, amma pullu. Prosto yəni gərək universitet O da Qızlar seçimi də Universiteti ola bilər, eləməsin də. Bakıda Məsələn, regiondakı bəli, filiallar, regionlar ola Universiteti bilər, filiallarını Qızlar yoxlayır. Universiteti ola bilər. Aydındır. Üçüncü qrup pedaqoji universitet ən aşağı bal neçədir və hansı ixtisasa pulsuz düşmək olar? Ən aşağı harca 330-350 arağı korreksiya təlim var ki, o ixtisası seçib dəyərləndirə bilər. Niyə 350 olmalıdır məncə elə Bəli, bəli. aşağısı? Ən aşağı olur. 617 balının Atut tibb və Qarabağ tibbə düşmə ehtimalım nə qədərdir? Ümumən Qarabağ tibb və Atut tibbin ballarının necə olacağını Orada bir düşünürsünüz? 12-13 bal keçən kesit balını keçib, Əslində biraz fərq risklidir. ola bilər. Amma mən valla belə bütün hallarda tibb universitetinin tibbini məsləhət görərdim, yəni yoldaşımıza və 617 ilə də 99% qəbul olar, heç bir problem yoxdur. 396 bal toplamışam. Bununla ibtidai sinif müəllimliyini oxuya bilərəmmi? Bakıda və hansı universitetdə oxuya bilərəm? Məcburi köçkünəm. Pullu olmağın fərqi yoxdur. Zəhmət olmasa 3-cü qrup üçün ən münasib ixtisaslar hansıdır deyə bilərsinizmi? 396 bal Bəli. ibtidai sinif müəllimliyi üçün nə pedaqoji universitetində, nə Slavyanlar, nə də Dillər Universitetində, nə də Xəzərdə mümkünsüz kimi bir şeydir. Nəzərinə çatdırım ki, həmin abituriyentin Pullusuna qaçqın olsa belə dövlət universitetlərində onlara müəyyən imtiyaz tanınır. Hansı ki, özəl universitetində o imtiyaz tanınmır. Ona görə özəl universitetlərdə pullu düşsə, pulluya qəbul ola bilər. O Qızlar Universiteti ola bilər, eyni zamanda müəllimliyin olduğu səfərməsə ixtisas nə idi? İbtidai sinif müəllimliyi. Bəli. Ya da ki, pedaqoji universitetin filiallarını yoxlaya bilər. Sumqayıt Dövlət Universitetinə qəbul ola bilər yaxşı alternativ olaraq. Amma bu tamaşaçımızın da çoxlu hərf səhvləri var idi. Düzəldər. Yəni, mən inanıram ki, 131 universitetdə onlar biraz olğunlaşsın. Çünki uşaqlar, mən özüm abituriyentlərlə işləyirəm. Hə. Mən onu dəfələrlə Görürsünüz bunu. özüm belə irad bildirmişəm ki, uşaqlar, heç olmasa bu birdən mənim özümə şəxsi mesaj yazır ki, müəllim, bunu necə eləyək? Deyirəm, heç olmasa uşaqlar, biraz cəhd göstərən düzəld. Deyirəm, müəllim, Allah haqqı bilirik belə yazılır. Sadəcə belə yazırıq. Niyə? Bilmirəm, yəni müasir gəncliyə Bu bilirsiniz nəyə döndü? Məncə zamanla düzəldəcəklər. Çox Onlar qısa universitetə bir- qəbul olsunlar. Bu dəqiqə bizim uşaqlar hamısı TikTok nəsildir, Instagram nəsildir. Onlar Facebook istifadə etsələr ən azından bir-iki dəfə kimsə ona qınaq İlaç tutsa, bildirsin. onu düzəldər. Bizim uşaqlar qəzet oxumur. Bu dəqiqə Facebook günümüzün qəzetidir və çox təəssüflər olsun ki, sosial şəbəkələrdə mən 2010-cu ildən sonra olan nəslin Facebookda olduğunu görmürəm. Yaxşı olar ki, ən azından onlar Facebooka daxil olurlar. Çünki Bunlar orada kifayət müəllim qədər məlumat işləməlidir. alırlar. Mən ona yoxsa Onu təkimdir, nə düzəldəcəklər. bilim, IT üzrə Yazılı mütəxəssis fikir imtahanlar. verməm. Amma məhz Azərbaycan ədəbiyyatı və ibtidai sinif müəllimi o qədər səhvsiz yazılmalıdır ki. Düzəldəcək, yazılı imtahanlar istər-istəməz Ola onlar bilər. mütləq Gəl ümid düzəldəcəklər. eləyək. bilirsiniz Günay xanım, bu nəsil yazmağı xoşlamır. Bunlar danışmağı xoşlamır. Heç danışmağı da xoşlamırlar. Və ancaq baxıcıdır, yəni baxsın, öyrənsin Sualım TikTokda var. 5-10 saniyə, yəni ancaq o da Buyurun, nəsli buyurun. biraz 131,7 ballı Qubada tibb kollecinə qəbul ola bilərəmmi? düşər. 212 balım var, 5-ci qrup UNEK yoxsa BMU. Rəsm müəllimliyi imtahanından keçmişəm. 212 bal var. 212 ilə yəni Bakı mühəndisliyə də düşər. İqtisada düşər, amma çox güman ki, pullusuna düşəcək. Yəni iqtisadın 100% pullusuna düşəcək, amma Təsvir sənət idi. dizayn nəzərdə tutur o müəllim, özü dizayn nəzərdə tutur. dizayn Amma deyir ki, təsvincə sənətin qabiliyyətindən keçmişəm. Təsvincə sənət o dediyi universitetlərdə yoxdur. O BMU-da məsələn pedaqoji yoxdur. universitetdə var. Yəni pedaqoji universitetdə Rəsm müəllimi. düşə bilər. Yəni qabiliyyətindən keçibsə pulsuzuna da qəbul ola bilər. Orta məktəblərdə hələ də rəsm, xətt rəsm dərsləri Təsvincə var. sənət tədrisi var da. RK üzrə 404 balım var. RI üzrə imtahanda iştirak edəcəm. Əgər RI üzrə balım RK üzrə baldan aşağı olarsa, topladığım 404 balla RI üzrə ixtisas seçə bilərəmmi? Yox, qətiyyən. Çünki hər alt qrupun öz ixtisasları var. Hər ikisindən paralel şəkildə seçə bilər. Məsələn, amma ERI alt qrupundan deyək ki, bu tələbə 350 bal yığdı, RK alt qrupundan 404 balı varsa, həmin tələbə ixtisas seçimi zamanı, məsəl üçün, birinci Bakı Dövlət Universiteti riyaziyyat ixtisasını yazırsa, orada o tələbənin balı 404 olaraq qəbul edilir. İkinci yerdə, məsələn, Texniki Universitetin proseslərin avtomatlaşdırması mühəndisliyin yazırsa, artıq ERI ixtisasıdır bu. Orada tələbənin öz yığdığı bal o ixtisasın qabağında göstərilir. Yəni, ERI balı ilə sırf ERI ixtisasları seçilir, RK ilə də ERI, bu yoxsa mümkün hansı deyil yüksəkdə ki- onu seçmir sistem avtomatik Aydındır. olaraq. 507 balla jurnalistika qabiliyyətinə getməyə məsləhət görürsünüzmü? Ehtiyat üçün, kənarda qalmamaq üçün. 507 balon kənarda Əslində qalmaz. ehtiyata ehtiyac yoxdur. Yəni kənarda qalmayacaq, 100% qalmayacaq. Amma belə ürəyi jurnalistikanı istəyirsə gedə bilər. Birinci də yaza bilər pis jurnalistikanı. ixtisas deyil, Bəli, yəni yaxşı yaza ixtisas. bilər. Amma Məsləhət deyil. belə dillərin ingilis dilində olmasa, pedaqoji ingilis dili, Pedaqoji pedaqoji düşər. Azərbaycan dili müəllimliyinə, hətta bəlkə Bakı Dövlət Azərbaycan dili müəllimliyinə düşə bilər. İndi konkursun nəticələrini gözləmək lazımdır biraz. 635 balım var. İnformasiya təhlükəsizliyi istəyirəm. İngilis dilində haranı məsləhət görürsüz? Təhlükəsizlik O balon istəyirsə, şey olur, UNEK-ə də belə adlısı düşməyi var, çətin adlısı olar olur müəllim. bəlkə. Təhlükəsizlik. Valla mən sırf təhlükəsizlikdənsə belə məsələn informasiya texnologiyaları da yazmağını məsləhət görərəm universitetə görə. Məsələn, UNEK-i məsləhət görərəm. Yəni Elə də UNEK-in böyük bir fərq düzdür, yoxdur. təhlükəsizliyə düşməyəcək. Amma Azərbaycan məsələn bölməsini informasiya oxusun da. texnologiyalarına gedər. Yəni, nə olacaq Aydındır. ki? İngilis bölməsi daha
Yaxşıdır, amma Məsləhətdir indi deməli. uşağın arzusu universitet istəyirsə, məncə UNEK-in sadəsini oxuya bilər. Onsuz da mən düşünmürəm 635 balından o tələbə UNEK-in ingilis sektoruna ya da ki, banıma falan düşsün. Yox, Mümkünsüz yox, kimi bir şey UNEK-in olsun. təhlükəsizliyi ingilis sektoruna düşə bilməz. Heç texnologiyalarına düşənməz heç bəlkə. bir. Sualımıza keçid ala bilərik. Təşəkkür edirəm. Rus bölməsi abituriyentləri üçün qəbuldan danışmaq istəyirəm. Qəbul Bəli. zamanı ayrılan plan yerləri və həmçinin Rus bölməsində dövlət sifarişli yerlər barədə məlumat verməyinizi istəyirəm və sualın ikinci hissəsi də var. Yəni, bu məlumatları verəndən sonra Rus bölməsində təhsil alan abituriyentlər, tələbələr daha sonradan Azərbaycanda çalışmalıdırlar. Bunların da bir Azərbaycan dili bilikləri bazası Bəli, bəli. olmalıdır. Bunu haqqında da istəyirəm bir toxunasınız. Bununla bağlı təbii ki, bu Rus bölməsinin tələbələri universitetə qəbul olarkən dövlət dili imtahanı verirlər. Təbii ki, dövlət dili imtahanında 50% keçməyən tələbələr istəyir 550-600 bal yığsın, onlar müsabiqəyə verib buraxılmırlar. Yəni bunu sağ olsun dövlət yaxşı ki, bu tələbi qoyub ən azından. Heç olmasa həmin Rus bölməsinin abituriyentləri bilməlidirlər ki, bitirəndən sonra siz demiş Azərbaycanda işləyəcəklər. Ən azından bizim dilimizi heç olmasa da bir Orta səviyyədə 60-70% bilsinlər. Bəli. Ona görə o imtahan qoyulub onsuz da. Qaldı ki, Rus bölməsində olan plan yerlərinə və Rus bölməsində dövlət sifarişli oxumaq şərtlərinə bizi izləyən bütün izləyicilərə bildirək ki, ümumiyyətlə Rus bölməsində hər hansısa Rus bölməsinə özəl olaraq, yəni sırf Rus bölməsinə özəl olaraq spesifik olaraq bir dənə də olsun pulsuz yer yoxdur. Yəni dövlət sifarişi bu bir dənə yeri məsəl üçün Rus bölməsinə ayırıq. Hamısı Belə bir şey pulludur. yoxdur. Hamısı pullu deyil. Sadəcə olaraq bayaq biz bunun girişdə 2 müəllimdə mən də izahını verdik. Ümumiyyətlə bizdə bölmə fərqi də qoyulmur. Bayaqlar izah etdiyimiz şey qiyabi əyani təhsil üçün keçərli olan sözlərimiz eyni zamanda Rus bölməsi və Azərbaycan bölməsi üçün də keçərlidir. Əgər hər hansısa bir tələbə Rus bölməsinin abituriyentidirsə, həmin abituriyent pulsuza qəbul olmaq istəyirsə, orada məsələn mühasibatlıq ixtisasının əsasən valideynlər diqqət yetsələr, Rus bölməsi və Azərbaycan bölməsinin abituriyent jurnalının keçid ballarına baxsalar, çox vaxt dövlət sifarişlərinin balı Azərbaycan bölməsində və Rus bölməsində bərabər şəkildə göstərilir. Bu o deməkdir ki, yəni Rus sektorunun uşağı əgər pulsuza qəbul olmaq istəyirsə, az sektorunun uşaqlarla yarışırlar. Və sən atıram hüquqşünaslıq ixtisasına qəbul olmaq istəyirsinizsə, sizin balınız 535-dirsə, əgər dövlət sifarişinə ayrılan plan yeri 400 yerdirsə, o 400 yerdən 400-cü sırada olan Azərbaycan bölməsinin tələbəsi 540 bal yığıbsa, sən 535 balından sonra qəbul ola bilmərsən. Yəni biz həmin o Rus sektorunun uşaqları birbaşa olaraq Azərbaycan sektorunun uşaqları ilə eyni tərzdə yarışırlar. Bəli, dövlət sifarişi kimi, bəli. Yəni spesifik olaraq nə Azərbaycan bölməsinə, nə Rus bölməsinə bir dənə də olsun pulsuz yer ayrılmır. Pulsuz yer bir növ ortaq bir qazandır. Qoyurlar bura. Deyirlər ki, bu Rus bölməsinin tələbələri, bu da Azərbaycan bölməsi. Hansı yüksək bal yığırsınızsa, onlar da keçid balını formalaşdırırlar. Ona görə amma bu pulsuz təhsil üçün. Bəli, pulsuz təhsil üçün və bu təbii ki, Rus sektorları üçün çox ağırdır. Yəni hətta bəzən bizdə elə olur ki, konkursda baxırıq, müəyyən ixtisasın keçid balı Rus bölməsində daha yüksək olur. Onda belə çıxır ki, Azərbaycan bölməsini bitirən uşaqlar daha çox yer götürürlər pulsuz təhsil üçün. Say məsələsi var. Azərbaycan bölməsinin abituriyentinin sayı çox olması, hətta bəzən elə ixtisaslar olur ki, orada Rus bölməsinin tələbəsinin belə oxumur. Demək, Rus bölməsinin uşaqları daha çox pullu əksəriyyət puldur. Və baxsınlar jurnallara, uduzurlar adam sayı fərqi. Bəli, jurnallara baxsınlar görərlər ki, Azərbaycan sektorunda belə bir şey yoxdur ki, məsələn, bir ixtisasın pulsuzu olsun 500 bal, pullusu olsun 200 bal. Bizdə bu tendensiya olmur. Amma Rus bölməsində demək olar ki, ixtisasların əksəriyyəti elədir. Pulsuzu 550-dir. Onu düşmək də asan olur da, yəni. Bir nəfər o balı yığa bilir, ora düşür, o balı görür. Pulsuzların balları əksərən Azərbaycan sektorunun ballarıdır. Yəni onu göstərdilər ki, bax, sən pulsuza qəbul olmaq üçün o balı keçməliydin. Çünki ən aşağı balla girən uşaq Azərbaycan sektorundan. O balla girib ya da Rus sektorundan gələn tələbə o balı yığıbdı. Ona görə mütləq şəkildə bərabər, burada bir bərabər yarış yoxdur təbii ki, Rus sektoruna pulsuz yəni çünki bərabər bir sayda yoxdur axı bərabər yarış olsun. Məncə bu ədalətli bir qərardır. Bəli, mən tamamilə razıyam. Yəni düzgün qərardır. Ümumiyyətlə Günay xanım, burada məsələn Kamil müəllim çox sağ olsun. Yəni dövlət sifarişinə bağlı çox yəni lazımlı bir məlumat verdi. Yəni dövlət sifarişi Rus, çünki Rus sektoru abituriyentlərin və Rus sektoru valideynlərin əminliklə deyirəm 90% bunu bilmir. Rus sektoru valideyni elə bilir ki, Rus sektoruna ayrıca pulsuz yer verilir. Ona görə də biz gəlib oradan yəni bir 5 min. Amma sən demə belə deyil. Belə deyil. Yəni bu illərdir biz bunu deyirik. Amma bir şey də var. Pullu təhsili rahatlıqla ala bilərlər. Yox, plan yerləri, amma plan yerləri ayrıca verilir. Rus sektorunun plan yeri ayrı verilir. Azərbaycan bölməsinin plan yeri düşmək çətin olur. Bəli, yox olmur. Amma məsələ bilirsiniz, burdadır ki, demək ki, artıq bir neçə ildir dalbadal Rus bölməsi üzrə həm abituriyentlərin qəbulunda, yəni bakalavr səviyyəsinə qəbulda, həm də bakalavrların magistratura səviyyəsinə qəbulda plan yerləri hər il demək olar azaldılır. Yəni bu müəyyən bir tendensiya, bir ədədi silsilə formasında azaldılır. Bəlkə ehtiyac olmur deyə. Yox, bu ehtiyac olmur deyəndə ümumiyyətlə mən bunu həmişə valideynlərə deyirəm. Bax,
indi Kamil mənim də ətrafımda var, sizin də ətrafınızda var. Yəni bizim yəni hal-hazırda məktəblərimizdə ən çox problem rus bölməsi problemidir. Məktəblərdə rus bölməsi sinifləri çatışmır. Uşaqlar rus bölmə və çoxdur şagirdlərin müəllim sayı də siniflərdə. müraciət bəli, müəllim də çatır. Yaxşı müəllim Mən buradan həmişə valideynlərə deyirəm. Yəni buna ehtiyac yoxdur. Rus bölməsində plan yerinin azaldılması, Rus bölməsinə ayrılan plan yerlərinin az olması, ixtisasların ixtisara sarılması və ən vacibi, əslində Rus bölməsində plan yeri ixtisara salınmır. Rus bölməsinin plan yerləri kəsilib, İngilis bölməsinə verilir. Birgə verilir. Və bu birgə verilir. Və bu çox doğru qərar. Çünki Rus bölməsi, mən buradan valideynlərə də deyirəm, yəni ehtiyac yoxdur. Niyə uşağı Rus bölməsinə qoyursunuz? Bu uşağa nə Bu da qazandırır ki? 15 il Heç bir- deyir Bəli, sizə bundan o öncə 20 belə idi, bu bundan 100 il qabaqki bundan qalan öncə belə adətdir, idi deyə. həqiqətən. Amma əminliklə deyirəm, üzr istəməm. Yəni heç bir ehtiyac yoxdur. O rus dili o uşağa heç bir şey qazandırmır. Mən bu uşaqların bax inanın ki, Siz Kamil bunu mən deyirsiniz, bilir. amma əksini Yox, yox, çox yanlışdır. Uşağı da dəqiqlik deyənlər yox, çox, mən adamlar tanıyıram ki, nə qədər ailələr tanıyıram. Ailədə bir nəfər olsun rus dilində danışa bilən adam yoxdur. Uşağı birinci sinif aparıb rus İlkin bölməsinə müəllim, qoyulur. bu tamam Və başqa bir verilişin mövzusudur. Özdə sizə Yox, deyim və 45 bunu- dəqiqə gəlib 2 saatlıq verilişin Yox, mövzusudur. bunun problemi nədir? Bu problemi uşaq gəlir bütün ömrü boyu yaşayır. Universitetə Bəli. qəbul olanda plan yeri problemi yaşayır. Magistratura qəbul olanda ixtisasın elə abituriyentlər Sonra var ki, bitirir, gəlir işləmək üçün danışmaq problemi yaşayır. Bəli, bəli. Elə abituriyentlər var ki, bakalavrda bitirdikləri ixtisasın magistri yoxdur. Rus bölməsində o magistri yoxdur. Yəni adam bir ixtisas bitirib, o da olmamalıdır və ən böyük problemi nədir? Mən bunu real harda görürəm. Dövlət qulluğuna imtahan var. Dövlət qulluğu imtahandakı fənlərdən biri Azərbaycan dili fənnidir. Yəni orada Rus Bəli. bölməsi anlayışı yoxdur. Və o Azərbaycan dili bizim Rus bölməsi uşaqların və bizdə o prosesin içindəyəm mən. Orada o Rus bölməsi uşaqların ən çox əziyyət çəkdiyi fən Azərbaycan dili fənnidir. Bilirik, Onlar Azərbaycan təbii dilinə ki, görə bəli. ki, bu dövlət qulluğu imtahanından Ümumiyyətlə, keçənmirlər. Çünki danışanmırlar. 2 gün əvvəldir Təhsil Nazirliyinin rəsmi bir açıqlama oldu ki, yaxın günlərdə bəzi Bəli. Rus sektoru məktəblərinin ümumiyyətlə Azərbaycan Bəli. bölməsinə çevriləcəyi deyildi. Yox, yaxın 3 il Yəni ərzində belə bir hələ ümumiyyətlə azaldılacaq. məsləhətləşmələr gedir, hələ Ya, dəqiq bunu artıq rəsmi Yox, şəkildə rəsmi rəsmidir. Nazirlik açıqladı ki, yaxın 3 il ərzində Rus Müəyyən məktəblər bölməsi, çevrilir. yəni Azaldılacaq. azaldılacaq. Bəli, məhdudlaşdırılacaq. Mən yenə də deyirəm, bu çox belə böyük bir söhbətin mövzusudur. Bunda Yəni əsas bir neçə dəqiqəmiz çatmayacaq Səbəbi də buna. bilirsiniz nədir? Məsələn, artıq ingilis sektoru daha geniş fürsət almağa başlayır. Bu dəqiqə Nəinki ingilis sektoru, ümumiyyətlə bütün dünya dilləri, Bəli. yəni dünyada vacib işlənən dillər, biz o gün Çin dilindən danışırdıq. Yəni təkcə dil axı rus dili deyil, Çin dili var, fransız dili var, Rus dili də- ingilis dili var. Ölmüş bir dildir. Bir də rus dili aktual deyil. Aktual Rus dili deyil. biznes Yəni bu dili dillərə deyil. də Rus meyl dili- eləyənlər çoxdur Rus son dili, zamanlar. Mən həmişə bu söz deyirəm. Ərəb dili var, yeri gəlmişkən. Mən həmişə bu söz deyirəm, Rus dili artıq Azərbaycanda liftdə, mətbəxdə 2 dənə xanımın bir-birinə hava atmağı üçün, yarı rus, yarı Azərbaycan dilində danışmaq üçün qalıb. İlkin müəllim, indi Başqa sizin şey sözünüzü lazım deyil. bəyənməyən bir çox Yox, tamaşaçılarımız mən var. bəyənməyənlər olacaq, amma reallıq budur. Rus Həqiqətən dili reallıq budur. əvvəllər bir şey göstərirdi, artıq Ya indi yox. Yəni indi heç bir şey İngilis dili uşağa heç məsələn. bir üstünlük qazandırmır. İngilis dili öyrətsinlər uşaqlarına, spesifik dillər öyrətsinlər, rus dili yox. Keçək suallarımıza. Demək, bir dinləyicimiz var. Vallahi 700 dəfə yazıb bir mesajı, 800 dəfə Oxuyaq, yazıb. ürəyində qalmasın. Sosial iş yoxsa regionşünaslıq? Özəl universitetdə sosial iş məsləhətdirmi? 3-cü qrup 300 balım var. Başqa hansı ixtisas seçmək olar? Yəqin tələbəmizin balı böyük ehtimalla 350-400-ün üstündə deyil ki, tələbəmiz bu 300, sualı verir. 300 dedi. bəli. 300 deyibsə əslində mən təklif edirəm ki, valla region şanslıq oxusun, hansısa bir fərqli dil istiqaməti olan region şanslıq oxusun. Çünki sosial işdən onsuz da 4 il ərzində heç nə qazanmayacaq. Heç olmasa region şansda dil öyrənmiş olur en azından. Ona görə region şanslıq üstün tutarım. 415 balından BDU fizika müəllimliyinin pulsuna düşmək olar. Sual Bakı hər dövlətin halda fizika müəllimliyində ümumiyyətlə pullu yer olmur. Bakı dövlətin Hamısı pulsuz. fizika müəllimliyi dövlət sifarişindən dolur. Balı nə qədər idi üzr istəyirəm. 415. 400. 415-in düşər. Pulsuzuna düşər özünə. Yəni pullusu olmur onsuz da orada, qalmır. 438 balla birinci qrup üzrə eri hansı ixtisası yaza bilərəm? Texniki və Memarlıq İnşaat Universitetində yaxşı ixtisaslar yaza bilər. Düzdür, bu Neft Akademiyasında və digər universitetlərdə yaxşı ixtisas olmayacaq, amma Texnik universitetin kompüter mühəndisi olar düşə bilər, rahat. Həm texniki, həm də Memarlıq İnşaat ikisində də yaxşı ixtisas 647 balla Bakı Ali Neft Məktəbinə pulsuz neft qaz mühəndisliyinə düşmək olar. Bir də kimya üzrə ballar necə formalaşa bilər? Yəni kimya üzrə bu il balların, yəni yüksək həddi olan ixtisaslarda balların mən düşəcəyini gözləmirəm, amma aşağı ranqlardakı ixtisaslarda balların düşmə ehtimalı var. Düşmə ehtimalı 647 ilə varmı? neft qaza düşər. Yəni düşün, bu əslində yenə deyirəm, yəni düşər dediyimiz də biraz tam dolğun bir şey deyil. Çünki biz ən azından ikinci imtahanı görməliyik. Amma yəni belə düşmə ehtimalı var. Yəni o qədər şey təhlükəli görünmür bəli. Birinci qrup RK yönümlü təqribən 310 balla pulsuz ixtisaslar hansılardır məsləhət görürsüz? İnşaat mühəndisliyi, elektrik, elektronika mühəndisliyi, energetika mühəndisliyi, hətta mexanika mühəndisliyi ola bilər. Bunların hər birinə cihaz mühəndisliyi ola bilər. Hər birinə rahatlıqla qəbul ola bilər tələbə.
Bütün hallarda da dövlət sifarişinə düşür. Hamısında pulsuz onu ödənişli Bu gün əsaslara verilişimiz o qədər tez keçdi ki, yəni bu məncə rekord idi. Bir də baxdım ki, artıq verilişimizin sonu bir Son neçə 5-6 dəqiqə qalıb və dəqiqəmiz var. bir sualımız da gözləyir sizi. Bu da xüsusi təyinatlı təhsil müəssisələri barədədir. Bu barədə fikirlərinizi almaq istəyirəm və bu təhsil müəssisələrində təhsil almağı abituriyentlərə məsləhət görürsünüzmü? Xüsusi əslində yəni təyinatlı təhsil müəssisələri bunlar bir neçə istiqamətdə olur. Məsəl üçün Ali Hərbi Məktəbdir, Daxiliyyat Nazirliyinin Polis Akademiyasıdır. Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasıdır, Daxili Qoşunların Akademiyasıdır, Sərhəd Qoşunların Akademiyasıdır. Yəni bunlar hamısı xüsusi yəni təhsil müəssisələridir və bunlar hal-hazırda bütün hamısı Dövlət İmtahan Mərkəzinin, yəni Fövqəladə Hallar Nazirliyinin Akademiyasıdır, yəni EFŞ-nin Akademiyası birinci qrup. Və bunlar hamısı birbaşa olaraq Dövlət İmtahan Mərkəzinin, yəni imtahanı vasitəsilə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanından yığılan balla qəbul aparılır. Məsləhət gördüyümü mən məsəl üçün açığı deyim, yəni səmimi olaraq deyirəm, uşaqlara da həmişə deyirəm. Yəni orta səviyyəli bir abituriyent üçün, orta səviyyəli bir oğlan uşağı üçün biraz idman yapısında, biraz idman, yəni çevik uşaqlar üçün, idmana bir mənalı olaraq məsləhət görürəm. Açığı deyim. Yəni imtiyazları da kifayət qədər çoxdur, iş imkanları var. Məsələn, EFŞ-in Fövqəladə Halların Akademiyasını bitirən kimi avtomatik olaraq işlə təmin eləyəcək, yönləndirəcək. İmtiyazlar deyəndə bu nəzərdə tutursunuz. Bəli, əlbəttə ki, yəni birbaşa olaraq yəni iş imkanları verir, təyinat verir. Açığı deyim, məsələn, pensiya yaşı çox rahatdır, tez pensiya çıxırlar. Neçə yaşında? Yəni məsələn 43-də çıxırlar. Hə, 43-də, 45-də maksimum, yəni maksimum hələ o da. Məsələn, hərbiçilərdə, yəni indi ali hərbi məktəbi bitirən birbaşa olaraq leytenant rütbəsi verirlər. 20 il, yəni hərbi xidmət müddəti var. Düzdür, indi biraz artırmaq istəyirlər deyəsən onu, amma yəni faktiki olaraq 20 ildən sonra pensiya yaşına çatırlar. Yəni mən açığı belə məsləhət görürəm. Yəni həm də ki elə bir peşədir ki, elə bir yerdir ki, yəni elə bir sahələrdir ki, onlar qürurlu peşələrdir. Həqiqətən, yəni vətənə xidmətə ən yaxşı xidmət göstərilə biləcək yerlərdilər. Amma yenə də deyirəm, bu çox vacib məsələdir və valideynlər bunda çox diqqətli olsunlar. Yəni o sahələrə hər abituriyent getməməlidir. Yəni oradakı o disiplinə, oradakı o məsuliyyətə, oradakı o biraz da deyərdim hələ əziyyətə dözə biləcək uşaqlar ora getməlidir. Yəni valideyn öz övladını məncə hamıdan yaxşı tanıyır. Yəni onu bilməlidir ki, mənim uşağım dözə biləcəkmi ya da məsəl üçün deyirəm, yəni çox ciddi şəkildə disiplinli bir adam olmalıdır, dəqiq adam olmalıdır. Çünki bu dəqiq işdir. Hərbi, məsəl üçün polis ya da... O məncə uşaqlıqdan aydın eləyir ki, disiplin barəsində... Ona görə deyirəm ki, valideynlər birinci ona baxsınlar. Yəni uşaq bu sistemə uyğundurmu, deyilmi? Amma belə məsləhət olaraq məsləhət üstünə gəlməsin ki, bu nə idi? Yox, olur, kifayət qədər olur. Yəni bizim tələbələrdən elə 2 tələbəmiz keçən il səfərimizdə onunla əvvəlki Polis Akademiyasına qəbul oldular. Mən yaxşı deyə qəbul olmuşam, amma oxumaq çətindir. 500 baldan yüksək bal toplayıblar. Deyir, müəllim, Cəmaət Universiteti qəbulunda sevindi ki, bizim canımız qurtardı və hər ikisi Polis Akademiyası. Deyir, biz zülm çəkirik, həqiqətən zülm çəkirlər və olmalıdır da, elə də olmalıdır. Yəni bir növ orada sadəcə savadlı kadr yox, həm də hər şeyə dözümlü. Çünki bu həmin polislər sabahın dövlət qoruyuculardır. Yəni o adamlar təbii ki, sıradan digər abituriyentlər kimi olmamalıdır. Oddan sudan keçmiş adamlar olmalıdırlar. Əlbəttə ki, istəyir bu ordu, milli ordu üçün olsun, Fövqəladə Hallar Naziri sabahsı gün yanğına meşənin içinə girəcəklər. Yəni onunla mən müəllimin dözümlülük qabiliyyəti təbii ki, eyni olmamalıdır. Ona görə müəllimin sözünə qüvvət, valideyn övladını tanımalı və onu 6-cı, 7-ci sinifdən artıq uşağın da marağı və istəyi arzusu varsa o istiqamətə yönləndirməlidir. Həm də onu hazırlamalıdır. Əlbəttə ki, əlbəttə ki. Müəllimin dediyi kimi təkcə fiziki olaraq yox, yəni bəli, həm də savadlı mənəvi olaraq, psixoloji olaraq. Orada elə bir hadisələr olur ki, o adam ona gedib dözə bilməlidir. Yəni reaksiya verməlidir. O oradakı vəziyyətə görə oradakı yəni olan hadisələr qul uşaqlar olmalı. Bəli, istənilən halda öz rahatlığını qurban verməyə bacarmalıdır ki, məsəl üçün yatmasın, amma dursun, səhər işə getsin. Yəni bu bizdə var axı deyirsə, bayaq indi yazmağa tənbəllik eləyirlər. Ən gözəl tərəfi o sahənin mən bütün valideynlərə deyirəm, yəni qətiyyən və qətiyyən hərbi xidmət yox, iş axtarma qayğısı yox. Yəni bitirəndən sonra %100 işlə təmin edilmə və müəllim dedi kimi 40 yaş artıq cavan yaşdır. 5 il sonra 40 yaşım olur mənim. 40 yaşında pensiyaya çıxırsan, tam maaşla pensiyaya çıxırsan. Yəni bu inanılmaz bir şeydir. Ondan sonra get artıq başqa sahədə özünü inkişaf elətdir. 40 yaş elə ki, məncə qoca yaşdır. Məsləhət görürsüz, amma xüsusi uşaqlar lazımdır. Amma bir gileyim də var. Yəni mən çox istəyirəm ki, məsələn, dəfələrlə mən abituriyentlərlə işləyirəm. Elə bir növ Daxili İşlər Nazirliyinin bəlkə kiminsə qabağına çıxarsa bu video, çox xahiş edirəm ki, bizim xanımlar üçün də Polis Akademiyasının girişini açsınlar. Çünki dəfələrlə mən görürəm ki, hər il Polis Akademiyası arzusunda olan, polis olmaq istəyən xanımlarımız da var.
Yəni məncə onların o Bu haqqını gec-tez olacaq məncə. o haqlarını əlindən almasınlar. Hə. Yəni qəbul planı zamanı heç olmasa bir bölük, nə deyirlərsə artıq ona, heç olmasa bir 17. sinif, bəli, polis 17. akademiyası. Məncə polis xanımlara da bizdə kifayət qədər ehtiyac Ehtiyac var. var, Yəni. Lazım olur bəzən, əlbəttə ki. Bəli, ehtiyac var yəni. Məncə özünün tək idarəsində girəyim ehtiyac budur var. Daxili İşlər Nazirliyindən, yəni yalnız oğlan Nəzərə tərəfindən. alsınlar. Məncə bir müəllim heyəti qrup, qadın müəllim heyəti qrup bir polis akademiyası üçün bir qrup cəmi 25 nəfər məncə Mən həmin xanım ili ora qəbul etmək olar. qəbul olmaq istəyən xanımlarımızı Var yəni, təsəvvür kifayət eləyirəm. qədər var. Artıq Var, nə mən qədər bu- çox Çox tələbəm, yəni sevinənlər. bizdə Mələk Mikailova var. Hər dəfəsində polis statusu paylaşır. Baxıb özüm hiss oluram. Uşaq elə bilirdi ki, polis akademiyası qəbul ola bilər. Sentyabr demişəm ki, qızım yox deyə polis akademiyası üçün Çox az vaxtımız var. Buyurun. 2 sual, Buyurun, uzağı 3 buyurun. sual verəcəm. 438,1 balla UNEC iqtisadiyyata düşə bilərəmmi? Düşər. Düşər. Azərbaycan bölməsində düşər. 415 balla Bakıda riyaziyyat müəllimliyinə düşmək olarmı? Bəlkə ödənişli əsaslarla pedaqoji da biraz çətin görünür. Çünki RK alt qrupu da artıq elidən ayrılıb. Yaxşı olar ki, ikinci imtahanda bir 20-25 bal heç olmasa balını artırsın. BDU hüquq yoxsa DİA hüquq Rus Bakı bölməsi? dövlət. Mən bir məna olaraq Bakı dövlət deyirəm. İndi Mən Yenə biraz də diyasiyamı müəllim son vaxtlarda eşitdiyim şeylərdən sonra biraz Aydındır. diya da DİA dövlət orqanlarında Hə, dövlət xüsusi orqanları. Və imtiyazlar. sonuncu Gələcək sual. Ya hüquqşünas olmaq istəyirsə Bakı dövlət. Bakı dövlət Yəni bu yaxşı belədir yəni. Bu klassikada artıq peşmançılıq deyil. məlumdur. Və sonuncu sual 642 balla birinci qrupda RK hansı ixtisası məsləhət görürsüz? Riyaziyyat müəllimliyini oxuyaraq gələcəkdə ingilis dilində riyaziyyat müəllimi kimi məktəblərdə işləmək olarmı? var. Çox rahat liseylərdə gedib işləyə bilər, çox rahatçılıqla. Yəni Riyaziyyat qəbul ola müəllimi- bilərmi? Yəni riyaziyyat müəlliminə 642 ilə çox rahatlıqla qəbul ola bilər və riyaziyyatı yaxşıdırsa əminliklə deyə bilərəm ki, peşman olmaz. Yəni qəbul Narahat olsun, olmaz. heç bir problem yoxdur. Aydındır. Bugün bütün suallarımızı təqdim elədik sizə. Həmçinin çalışdıq ki, bir çox tamaşaçılarımızın, abituriyentlərimizdən suallarını cavablandıraq. Minnətdaram gəldiyinizə görə. Biz sağ Sabah olun, bir biz gün sağ olun, biz təşəkkür görək təşəkkür daha edirik. hansı sualları işıqlandıracağıq, İnşallah. hansı problemlərə toxunacağıq. Belə başa düşürəm ki, verilişimizin bu suallar getdikcə şaxələnir, hər tərəfli olur və bu da çox yaxşıdır. Görüşərik, təşəkkür olun. edirəm Təşəkkür sizə. edirəm, xanım, sağ olun. Əziz dostlar, bugünlük bu qədər. Düşünürəm ki, sabah birisi gün başlayacaq verilişimizi səbirsizliklə gözləyəcəksiniz. Özünüzə yaxşı baxın, görüşərik.